Ölkəndə ağalar, qullar olduqca dinclik, rahatlıq olmayacaq cümləsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. İlk sözdə biçdirici samitdən istifadə olunub yanlışdır, çünki burada ölkə sözün köküdür, n mənsubiyyətdir, də isə yerli haldır. Dörd variantlı şəkilçi qəbul etmiş söz yoxdur, lakin var. Misal üçün, lıqliç, luqluç dörd variantlı şəkilçidir. Sözlərdən üçü leksik şəkilçi qəbul edib, baxaq. Düzəltmə sözümüz dinclik sözüdür, rahatlıq sözüdür. Üçü yox, ikisi leksik şəkilçi qəbul etdiyi üçün bu fikirdə yanlışdır. Düzəltmə sözlərin kökü sifətdir. Bəli, dinc, rahat hər ikisi sifətdir. Sözlərdən yalnız ikisi kök iki qrammatik sxeminə uyğundur. İki qrammatik olan bir ölçəndə sözüdür, bir də rahatlıq olmayacaq sözüdür, olmayacaq sözündə ma və acaq qrammatik şəkilçidir. Cavabımız 4 və 5 olur.